Son vaxtlara qədər Moskvanın təsir dairəsində olan Cənubi Qafqazda Vaşinqtonun mövqeləri güclənir. 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistanın ABŞ-də baş tutan sülh sammiti Rusiyanın onsuz da zəifləyən mövqeyinə qəti zərbə vurdu və Amerikanın təsirinin təməlini qoydu. Bunu saxlamaq Vaşinqtonun vəzifəsidir. Ermənistandakı vəziyyət prezident Donald Trumpın ikinci administrasiyasının mühüm, lakin qiymətləndirilməyən nailiyyətinin ilk stres testidir. Bu barədə The National Interest nəşri yazıb. Nəşr TRIP layihəsinin Cənubi Qafqazda ABŞ mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcəyini qeyd edib. Bütün tərəflərə fayda verəcək bu marşrut Avropanın Mərkəzi Asiya ilə birləşdirən orta dəhliz eyni zamanda Rusiya, Çin və İrandan yan keçən yeganə əsas ticarət arteriyasıdır. Mərkəzi Asiya dünyanın ən böyük istifadə olunmamış nadir metal ehtiyatlarından birinə sahibdir. Hazırda ABŞ nadir metalların tədarükünü təxminən 70%-ni Çindən alır. Pekin də bu asılılıqdan ticarət mübarizəsində vasitə kimi istifadə edir. Əgər İrəvan məğlub olarsa, TRIP ləğv ediləcək. ABŞ-nin Ermənistandakı təsir uğrunda Rusiya ilə mübarizədə əhəmiyyətli üstünlüyü var. Ermənilər Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsi məsələsində Rusiyanın kənarda qalmasını bağışlamayıblar. Məqalədə vurğulanır ki, ABŞ TRIP ətrafında mərkəzləşdirilmiş strateji tranzit tərəfdaşlığı qura, həmçinin Ermənistanın yeni yaranan süni intellekt və texnologiya sektorunu dəstəkləyə bilər. Hər bir perspektivli investisiya və ya tərəfdaşlıq ikili məqsədə xidmət edəcək. Ermənilərə iqtisadi fayda gətirməklə yanaşı, Moskvanın geosiyasi tədrici güclənəcək. Sülh müqaviləsi nailiyyətlərini möhkəmləndirmək və Cənubi Qafqazı qərb orbitində saxlamaq üçün Vaşinqtonun vaxtı var. Nəşr əlavə edib. Qeyd edək ki, The National Interest nəşri Pentaqona yaxınlığı ilə seçilir və öz təhlilləri ilə Vaşinqtonun xarici siyasətinə təsir imkanlarına malikdir. Bu baxımdan nəşrin bu məqaləsi Trump administrasiyasına Cənubi Qafqazda atacağı addımlarla bağlı istiqamətlərin təqdim edilməsi kimi qəbul oluna bilər. Ermənistan və Türkiyənin müvafiq komissiyaları Arpaçay və Araz çaylarının sularından birgə istifadəni müzakirə ediblər. Telegraf xəbər verir ki, bu barədə Ermənistanın su komitəsi məlumat yayıb. Ermənistanda keçirilən görüşdə bildirilib ki, imzalanan iki tərəfli sənədlər qarşılıqlı faydalı şərtlərlə hazırlanıb. İclasda bir sıra mühüm razılaşmalar əldə olunub. Aprelin 29-da Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyaların Ağveranda keçirilən görüşündə əldə olunan razılaşmaların detalları yayılıb. Ermənistan mediası görüşdə delimitasiya prosesinin aparılmasına dair 3 layihə qaydasının mətnlərinin razılaşdırıldığını yazır. Hetik saytının məlumatına görə tərəflər qaydaları təsdiqləmək üçün öz hökumətlərinə müraciət edəcəkləri ilə razılaşıb. Yəni, Azərbaycan və Ermənistan hökumətləri bu qaydaları müvafiq qərarlarla təsdiqləməlidirlər. 15-31 may tarixlərində Ermənistan Respublikasının qanunvericilik aktlarının layihələrin dərc edilməsi üçün nəzərdə tutulmuş saytında Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış 3 təlimatın təsdiq edilməsi barədə hökumət qərarının layihəsi müzakirəyə çıxarıldı. Sayt yazır. Məlumatda qeyd olunur ki, hər iki tərəfin razılaşdırdığı qaydalara əsasən demarkasiya üzrə ekspert qrupları yaradılacaq. Ekspert qrupları yaxın gələcəkdə delimitasiya komitələrinə tabe olacaq. Mütəxəssislər bütün müvafiq kartoqrafik sənədlərlə yanaşı, bütün tənzimləyici, hüquqi və digər hüquqi əsaslandırılmış sənədlərlə də işləyəcək. Buradan da belə nəticəyə gəlmək olar ki, xəritələrin və hüquqi əsaslandırılmış sənədlərin istifadəsinə heç bir məhdudiyyət yoxdur. Qruplar həmçinin yer kürəsinin məsafədən zondlanması və ya PUA-lar vasitəsilə əldə olunmuş hava fotoqrafiyasından materialların qəbulu və emalı üzrə texniki işlər görəcək. Bundan əlavə, qruplar demarkasiya işləri üçün ümumi geodeziya bazası yaradacaq, topoqrafik və geodeziya işləri aparacaq. Xüsusən də sərhəd xəttinin bütün uzunluğunu araşdıracaq, sərhəd xəttini razılaşdıracaq, razılaşdırılmış sərhəd xəttini özündə əks etdirən demarkasiya xəritəsinin layihəsini hazırlayacaq, dövlət sərhəd xəttinin təsvirinin layihəsini tərtib edəcək. Xəritənin bütün vərəqləri albom şəklində tərtib ediləcək. Vərəqlərin nömrələnməsi Ermənistan-Azərbaycan sərhədin şimal hissəsində qərbdən şərqə doğru başlayacaq. Başqa sözlə, albomda əvvəlcə Tavuşun, sonra Geqarkunikin,
Vayostzor və nəhayət Sunikin demarkasiya olunmuş hissələrinin xəritələri olacaq. Demarkasiya xəritə albomu erməni, Azərbaycan və rus dillərində 2 nüsxədə hazırlanacaq. Ermənistan-Azərbaycan dövlət sərhəd keçid məntəqəsinin protokol təsviri də hazırlanacaq. Protokol və xəritə albomu Azərbaycan və Ermənistan arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə olunacaq. Demarkasiya xəritəsinin əsasını dövlət sərhədini təsvir edəcək və mütəxəssislər tərəfindən demarkasiya üzrə müvafiq işlərin görülməsi üçün əsas rolu oynayacaq işçi xəritə təşkil edəcək. Komissiyaların razılığı ilə zərurət yarandıqda dövlət sərhədinin ayrı-ayrı hissələri üçün daha böyük miqyaslı işçi xəritələr yaradıla bilər. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.